Bax, 119-u görürsən, düz evin qabağından keçir. Qardaşın sənə möhtəşəm 3 otaq göstərir, kupçalı, daha belə qırğın da. Gəl, qardaşın sənə evdən tanış eləsin. Kürsü 8 daş, evin də sənədi, kupçası var. Yola bax bir dənə. Düz yolun qırağındasan, avtobusu da gördün, al marketində yanında. Keçir evlə tanış olar. Kərbəlayı, daxil olduq həyətə. Deməli, qardaşın sənə nələri göstərsin həyətdə. Bax, bir dənə ora keçmədən qabaq. Bax, bir dənə burada həyətdə bir dənə belə qaladovka yaradıblar. Bizim olmazsa olmazımızdır. Mən hər evdə türklər demiş ona takılıram. Bax, meyvə ağacı var burada 3 dənə. 1, 2, 3, 4 dənə. Bax, qardaş, 4 dənə meyvə ağacımız. Kombi, ev daxili kombi sistemidir. İndi evə keçə evinə sizə tanış edəcəm. O qədər genişdir. Bax, təsəvvür edin ki, maşını, 2 dənə maşın rahat həyətə girir. Təsəvvür edin ki, evin kupçasına qədər də, yəni hər şey möhtəşəmdir. Yol da göstərmişəm hardadır. Keçək bir dənə evimizlə tanış olaq. Ev nədir? Möhtəşəm. Kərbəlayı, evimizə daxil olduq. Daxil olanda istəyirəm ki, bir dənə koridorda sizə bir şey deyim ki, o ki deyirlər ev kürsülü olsun. Qardaş, 8 daş kürsüdədir, daşı 9 daş. Gəl bir dənə quxnanı çək. Bir dənə quxnanın genişliyinə bax, əziz analar, əziz bacılar. Möhtəşəm quxnanın genişliyi. Bu öz yerində. Gəl. Quxna öz yerində. Qardaş, gəl bir dənə zala bax. Bax, zal, genişlik, möhtəşəmlik, hər biri, hər şeyi yerli yerində. Bax, möhtəşəm. Gəl. Zal da ki, görsətdik, indi gəlirəm. Gəl bir dənə yataq otağı burada. Yəni, bu uşaqlarımız üçün nəzərdə tutulub burada. Balalarımız üçün nəzərdə tutulan bir dənə yataq otağıdır. Möhtəşəm, səliqəli otaq. Bu da belə bir yataq otağıdır. Bunu da sizə təqdim edeyim. Belə qəşəng, geniş, möhtəşəm yataq otağıdır. Özü yer, mərkəz, qardaş, nə istəyir bundan başqa. Bir dənə də o koridoru bir anlar videoda göstərdim. İstəyirəm bir dənə də belə görsədim koridoru. Bu koridorumuz da genişdir. Gəl. Gəl bir dənə də hamam sanuzeli sizə göstərim. Baxasınız. Bu da hamam sanuzelimiz. Hə, indi keçək əsas məsələyə. Kərbəlayı, gəldik əsas məsələdə sonda göstərəcəm əlimdəkini. Gəldik əsas məsələyə. Ev, qardaş, qoşadaşdır. Bax, üst kəmərdir. Yəni, ikinci mərtəbəni qaldırmasın. Qardaş, 8 daş, nə bilim, kürsüsü falan. Yəni, evdə bir sənin nədir, qardaş? Bax, nə elədi? Paltalavı götürdün, gəldin, girdin, oturdun, qardaş, bu sənin evindir. Başqa deyişdən, gələk əsas məsələyə. Puldan qabaq, nə deyim? Allah, Məhəmməd, ya Əli. Qardaş, cəmi 75.500 manata. Mərkəzdə, düz yolun üstündə avtobus qapının ağzından keçir. 75.500 manata. Allah alana da, satana da xeyir eləsin. Adıva qurban.